Mən Vüqar Kərimli, 31 yaşım var, ali təhsilliyəm. Ova mənim peşəkar həyatımda ilk addımım, ilk təcrübəm oldu. 2017-ci ildə cəmi bir ay satçı kassir olduqdan sonra mağaza administratoru kimi çalışmağa davam etmişəm. İşimə olan sevgi və məsuliyyət hissi mənə yeni qapılar açdı. 2019-cu ildə bölgə müdürü kimi çalışdım. Bu mərhələ mənim üçün həm liderlik, həm də idarəetmə baxımından önəmli təcrübə oldu. 2023-cü ildə karyerama dönüş oldu. Kommersiya strukturunda çalışmağa başladım. Əvvəl promo məhsullar üzrə aparıcı mütəxəssis idim. Bu ildən, yəni 2025-ci ildən isə quru qida satın alma müdürü vəzifəsinə işimə davam etmişəm. Bu illər ərzində gördüm ki, Ovada çalışmanın inkişaf etməsi üçün real imkanlar var. Əgər məqsəd qoyursansa, əzmlə çalışırsansa, irəli addımlayırsan. Təbii ki, məni bu yolda tək olmamışam. Həmkarlarım, rəhbərlərim, komanda ruhu hər zaman mənimlə olub. Birlikdə başladıq, birlikdə gücləndik. Əslində, uğurun əsasında duran və ən böyük güc də budur. Tək başına irəliləmək mümkündür, amma uğurun davamlı olması üçün əməkdaşların bir-birinə dəstək olması vacibdir. Biz burada təkcə işi bölüşmürük, məsuliyyəti, uğuru və sevinci də paylaşırıq. Gündəlik iş prosesində bəzən çətinliklər də olur, amma o anlarda komandadakı həmrəylik, bir-birinə olan dəstək bizə həm motivasiya verir, həm də yolumuzu aydınladır. Əgər birimiz irəliləyiriksə, hamımız irəliləyirik. Əgər bir yerdə çətinlik olursa, birlikdə həll yolları tapırıq. Bugün olduğum yeri həm öz əzmkarlığıma, həm də güclü heyətə borcluyam. Çünki biz birlikdə böyümüşük. İnanıram ki, qarşıda bizi daha böyük uğurlar gözləyir. Çünki biz bir arada, birlikdə güclüyük.